Hörmətli tamaşaçılar, yenidən Sərəc İdman Olimpiya Mərkəzinə bağlanmışıq. Boks üzrə Azərbaycan Kubok uğrunda yarışlar davam edir. İkinci yarış günündən növbəti döyüşlər sizə təqdim olunur. İdman xəbərin növbəti buraxılışı zamanı bir görüş keçirildi. Həmin görüşün nəticəsini sizə təqdim etmək istəyirəm. 64 kiloqram çəki dərəcəsində Rabitə klubunun üzvü Namiq Abbasovla Gilan klubun nümayəndəsi İskəndər Məmmədov üzrə gəldi və qırmızı geyimdə olan Namiq Abbasov yekunda qalib elan olundu və bir görüşdə keçirilməli idi, o da baş tutmadı. Söhbət Heybətullah Hacəliyev Cavadxan Sultanlı duelindən gedir ki, Təhsil klubunun üzvü Cavadxan Sultanlı xəstə olduğu üçün ringə çıxmadı və Rabitə klubunun boksçusu Heybətullah Hacəliyev texniki qələbə ilə növbəti mərhələyə adladı. Hazırda isə biz Gilan və Neftçi klubunun duelini izləyirik. Gilan klubunun nümayəndəsi İman Əhmədli qırmızı geyimdədir. Onun rəqibi isə Zakir Malikovdur. Və ikinci raundun son 20 saniyəsi gedir. Bir qədər sonra sonuncu fasilə olacaq. Ümumilikdə isə bu turnirin Azərbaycan Kubok uğrunda yarışların 25-ci görüşüdür. Bugün üçün isə 7-ci dueldir. Beləliklə sonuncu fasilə elan olunur və bir qədər sonra sonuncu 3 dəqiqəlik mübarizə başlayacaq. Oktyabrın 10-una qədər davam edəcək bu dəfəki yarış. Dünən start götürüb 4 gün ərzində nəzərdə tutulub yarışlar. 80-dən artıq görüş. Dünən üçün 18 görüş qeyd alınmışdı. 100-ə qədər idmançı qüvvəsini sınayır bu yarışda və Azərbaycan milli komandasının heyətini formalaşdırmaq baxımından çox yaxşı turnirdir. Bir daha xatırladaq, oktyabrın 24-də məhz Pro Boxing yarışları keçiriləcək ki, həmin o turnirdə də 3 idmançımız iştirak edəcək. Fariz Məmmədov, Cavid Çələbiyev və Məhəmməd Rəsul Məcidov. Və bu baxımdan Cavid ilə Məhəmməd Rəsul məhz bu yarışda ölkə daxili turnirdə iştirak etmirlər. Amma milli komandanın digər əsas üzvləri bu 4 günlük turnirdə iştirak edirlər. Hətta Olimpiya oyunlarının medalçısı, mükafatçısı Teymur Məmmədov da 91 kiloqramda iştirak edəcək. Sonuncu hissəni izləyirik. 64 kiloqram çəki dərəcəsində. Bu görüşdən sonra bu çəki dərəcəsinin daha bir görüşü də olacaq. Söhbət Neftçi klubundan olan Valih Ramazanovla Lorenzo Sotomayor görüşündən gedir. Bir dəqiqə 50 saniyə qalıb qarşılaşmanın yekununa. Zakir Malikov fəal görünürdü, amma indi İman Əhmədli çətin vəziyyətdən çıxdı, hətta bir-iki də zərbə indirdi. Bir qədər aşağı tempdə gedir bu mübarizə. Bundan əvvəlki bizim izlədiyimiz yarış daha maraqlı alınmışdı. Söhbət Fərid Ağamoğlanov Qoşqar Səfərli duelindən gedir. Rabitə klubunun üzvü aşkar üstünlüklə qalib olmuşdu. Qarşılıqlı zərbələr, hətta İman Əhmədli yaxşı göründü həmin vəziyyətdə. 1-2 dəqiqlik zərbə ilə xalda qazandı. Xəbərdarlıq indi məhz Əhmədliyə. Yorulub, hər iki idmançı yorulub.
Son 25 saniye. Görüş yekunlaşdı. Qalib elan olunacaq bir qədər sonra. Görüşün əsas referisi hər iki idmançının yanına çağıracaq mərkəzə. Bu da əsas hakim. Digər görüşün iştirakçıları isə artıq ringin kənarında görünürlər. Beləliklə, bu duelin güclüsü kimdir? Gilan klubunun nümayəndəsi İman Əhmədli bu cütün qalib oldu. Təbriklər. Gilan klubunun daha bir üzvü qalib oldu bugün. Və ringə Lorenzo Sotomayor və Valeh Ramazanov çıxır. Valeh Ramazanov qırmızı rəngli geyimdədir. Rəqimi isə Lorenzo Sotomayor'dur.